müəllimlər günüdür. Bugün bizə elm, bilik verən, həyat yollarımızı işıqlandıran bütün müəllimlərimizin bayramıdır. Məktəbimizin direktoru Tərlan müəllim, həm də Azərbaycan dili və ədəbiyyat müəllimidir. Onun dediyi hər bir kəlmə bizə həm ana dilimizin gözəlliyini tanıdır, həm də həyatımızda doğru olmaq öyrədir. Ədəbiyyat dərslərində eşitdiyimiz hər bir şeir, hər bir hekayə onun səsi ilə daha təsirli olur. İlk müəllimim heç vaxt unudulmur. Mənim ilk sinif rəhbərim Rəhlə müəllim olur. O bizə hərfləri, ilk sətirləri oxumağı, yazmağı öyrədir. İlk müəllimin zəhməti insan dövründə silinməz bir iz qoyur. Sinif rəhbərim Səna müəllim bizim həyatımızda həm müəllim, həm də böyük bir dost kimidir. Fiziki tərbiyə dərslərində bizə sağlamlığın, güclü olmağın vacibliyini göstərir. Onun qayğısı bizim həm dərsdə, həm də gündəlik həyatımızda hiss olunur. İngilis dili dərslərində Azadə müəllimə bizə yeni dünyaların qapısını açır. Mən onun dərslərində ən çox danışan şagirdiyəm. O, səhv etməkdən qorxmamağı, inanla danışmağı öyrədir. Aysel müəllimə, biologiya müəllimimiz. Onun dərslərində biz yalnız mövzuları öyrənmirik, həm də həyatın özündən dərs alırıq. Bitkilərin nəfəsi, canlıların möcüzəsi, təbiətin sirlərini bizə sevgi ilə anladır. O hər mövzunu elə bir zövqlə danışır ki, dərs bir elm səhifəsinə çevrilir. Biologiyanı bizə yalnız fən kimi yox, həyatın özü kimi sevdirir. Yeni gələn riyaziyyat müəlliməsi, Maral müəllimə. Hərçənd ki, qısa müddətdir dərs deyir. Amma artıq hamımızın qəlbində özünə yer tapır. Rəqəmlərin sirlərini maraqlı üsullarla öyrətməsi bizə dərslər sevdirir. Rəmziyə müəllimə, bir müddət dərs keçsə də o hər misalda düşünməyi, məntiqi axtarmağı öyrədir. Coğrafiya dərslərində Təranə müəllimə bizə dünyanın gözəlliklərini tanıdır. Onun izahı ilə xəritələr canlanır, dağlar, çaylar və ölkələr bir nağıl kimi gözümüzün önünə gəlir. Məktəbimizin çox sevilən müəllimlərindən biri də Kəmalə müəllimədir. O, ibtidai sinif müəllimi və təşkilatçı müavin kimi hər zaman uşaqların yanında olur. Mənə dərs keçməsə də, onun təmiz ürəyi və xoş rəftarı hər kəsin qəlbinə yol tapır. Eləcə də Aysel müəllimə, Lalə müəllimə və yeni gələn Kəmalə müəllimə. İbtidai sinif rəhbərlərimiz. Onun mehribanlığı, sevimli təbiəti, gözəlliyini, məktəbimizin gözəlliyini artırır. Tarix dərslərində Xalid müəllim bizə keçmişimizi tanıdır. Onun izahı ilə qəhrəmanlarımız gözümüzün önündə canlanan tarix olan marağımız artır. Elm aləminin ən çətinliklərindən biri də fizikat dərsidir. Nişanə müəllimə dərslərində hər nümunəni həyata bağlayaraq bizə elmə sevgi aşılayır. Məktəbimizin Azərbaycan fənni tədris edən müəllimlərdən biri də Şəbnəm müəllimdir. O mənə dərs keçməsə də, məktəbimizdə zəhməti ilə seçilən müəllimlərdən biridir. Hərbi dərslərdə Nizafəttin müəllim bizə nizam-intizamı, vətənpərvərliyi öyrədir. İnformatika dərslərində Asiya müəllimə bizə müasir texnologiyaların sirrini açır. Kimya dərslərində yeni gələn Nərmin müəllimə maddələrin sirrini bizə açır. Onun izahı ilə kimya dərsləri daha da maraqlı olur. Əminə müəllimə texnologiya dərslərində bizə həyatda lazım olacaq bacarıqları öyrədir. Uşaq birliyi rəhbərimiz Şəkər xanım. O, mehribanlığı, anlayışlı yanaşması, qayğısı ilə hər zaman seçilir. Yaşlı xanım çox dəyərli bir insandır. Eyni zamanda məktəbimizin kitabxana rəhbərimiz. O bizə kitablara sevgi ilə bağlayır. Daim yeni əsərlər tövsiyə edir. Bugün 5 oktyabr müəllimlər günü münasibətilə bütün müəllimlərimizə sonsuz minnətdarlıq hissi ilə çox sağ olun.